şagirdlərinin iştirakı ilə keçən il son gecəsinin tamaşasına başlayın. İştirak edirlər. Həmdə xala 50-51 yaşlarında, Rüstəm, onun oğlu 23 yaşında, Dilarə, onun kızı 17 yaşında, Tofiq, onun oğlu 15 yaşında, Gülarə, onun kızı 25 yaşında, Süleyman, Gülarənin əri, Vaqif, Gülarənin oğlu 5 yaşında, Şamil, Tofiqin yoldaşı, Leyla, Dilarənin rəfiqəsi, Kamilə, Rüstəmin nişanlısı, Səkinə xala, qonşu qadın, 45-46 yaşlarında, eynəkli kişi, televizyon diktoru. Hadisə bizim günlərdə Bakıda cərəyan edir. Səkinə bacı, ay Səkinə bacı. Ay bəli. Axşamın xeyir Səkinə bacı. Əlbəttə xeyir. Bu ilə də belə başa vurur. Heç demə, gözünü açıb yumursan, bir də baxırsan, il qutarır. Yeni də harada keçirdəcəksən? Rəhmətliyin qızı harda olacaq? Həmişə kimi evdə. Mən oğlum gilə gedəcəm Parisdə. Evdə tək oturma, gəl sən də gedək. Yox, çox sağ ol, uşaqların hamısı bu gün evdədir. Səkinə bacı, mənim sizdə bir böyük qazanım vardı ha. Əgər zəhmət deyilsə. Boy, o da sözdür. Bu saat cəhdlərəm, maşallah, deyəsən qolağın çox. Hə, oğlumun yoldaşlarıdır. Bu saat cəhdlərəm. Çox sağ ol. Ha? Tofiq, buna bax. Futbol mənə internetdə cavanlı vaxtlarda oynayarlar. Yəni yox, kasetdədir bəlkə. Al bir bunu ta. Xoş. Tofiq, baş buna bax. Bilmirəm, qoy bu saat bulan saat görək nədir? Şamil, mən sən gətirəm vallarını. De burada. Elə bu, tak bir buna da qulaqsa. Evlidir, üstədir, yoxsa stadiondur. Alın da bunun səsini. Ana, ay ana. Nədir, Rüstəm? Ana, mənim də başıma yata
yatacam. Xahiş edirəm siz salınmasın. Yaxşı, sən gədə bura otaqda yat. Yeni il qarşılamaq lazım olanda mən səni çağırarım. Tofiq, siz də onun səsini biraz aşağı alın, yaxşımı? Baş tutanacaq. Hoş gəlmişsən, səfa gətirmişsən. Həmişə sən gətirmişsən. Çox sağ ol. Otur, mən niyə hasta gəlmişəm? Rahat olma. Deyirəm, Həmdə bacı. O gün olsun, bundan böyük qazanlarda oğullarımın qızının toyunda aş pişirəsən. Çox sağ ol, sənin namısının toyuna inşallah. Deməli, bu axşam evdəsən. Hə, harda olacam? Yeni ili qarşılamaq dərd düşəndən heç olmayıb ki, başqa yerə gedim. Yox, yalan dedim. Bircə dəfə olub. 52-ci il gəlirdi. Qəzənfərlə Moskvadan gəlirdi. Qatarı saxladılar. Getdi taxtı, o yandan, bu yandan alıb gətirdi. Yeni ili qarşıladı. Yaxşı adam idi. Adamı mindirlə öldürərdi. Heç elə bil yox imiş. Öldüyü neçə il idi? 11-ci il tamam oldu. Elə bilirəm dünən idi. 11 il görməyəcə gəlib keçdi. Hə, heç demə Səkinə bacı. Nə bilmi? Deyir, dərs süfrədiyi ki, açıb deyəsən. Bu evdə həmişə şadyanalıq olardı yeni illərdə. Amma indi, nə bilməyə Səkinə bacı. Hə. Mənə deyirsən, elə bir yadımdan çıxıb o gündən. Ta Bakıda elə nöfçü yox idi ki, bizim evə gəlib qonaq olmasın. Düz deyirsən, gəlirdi işdən, götürürdü o dostuna, bu dostuna zəng edirdi. Bir də görürdün ki, ev adamla doludur. Demə. Salam Səkinə xala. Ana, mənə zəng edəyin olmaz. Yox, qızım olmuyor. Maşallah, Dilara laf böyük qız olub. Bugün sabah görəcəksin evçilər qapısını tanıdı. Yox, sən Allah, qoy oturaq yerimizdə. Bir deyən görüm, hələ bir oxusun, əli bir çörəyə çatsın, ondan sonra baxarıq. Amma göz dəyməsin. Dilarənin gözəl səsi var. O gün konsertdə oxumağı heç yadımdan çıxmır. Hə, qızımın səsi qiyamətdir. Sənə çəkiklər həm də bacı. Bu evə yeni köçmüşdünüz. Təzə gəlin vaxtın idi. Bülbül kimi cəhcəh vururdun. Biz də kişi ilə divarın arxasında qulaq asırdıq. Doğrudan yadındadır mənim oxumalım. Niyə yadımda deyil? Həm də bacı kişi deyənəcən deyir ki, həm də bacı oxumağın dalınca getsəydi, indi lap xalq artisti idi. Əşi, qoy oturaq. Bəs sənə dalınca getmədim, həm də bacı. Nə bilim, biraz özüm istəmədim, biraz da Qəzənfərdən oldu. O deyirdi ki, gərək mənim yoldaşım artistqalıq eləməsin. Amma heyif, çox heyif. Əməlli başlı qabiliyyətim var idi. Əşi, nə bilim, görürsən hərdən Dilarənin notları keçir əlimə. Baxıram onlara, kövrəlirəm. Amma qoy bu Dilarə ilə Tofiqi də bir yola qoyun, boya başı çatdırım, ondan sonra rahat ölərəm. Fikir eləmə, həm də bacı. Ölmək zad nədir? Dilarə sənin də payını oxuyar. Nəbə neçə yaşındadır? 5 yaşındadır. Qadasının almanın elə şirin baladır ki. Allah saxlasın. Çox sağ ol. Allah səncilər saxlasın. Daha mən gedim. Yaxşı, çox sağ ol. Sizdən nə əcəb belə? Axşamınız xeyrəm də xala. Axşamı xeyir, Süleyman. Ay Allah, mən bu vaqif balana qurban. Bence bir baxımdan qabaq gəlsəydiniz, Tofiq də evdəydi, onu da görərdiniz. Nə yaxşı gəldiniz? Biz də gəldik sənin yeniyi təbrik edək. Çox sağ olun. Süleyman, sən necəsən? Çox sağ olun da xala, dolanırıq. Dilarə, sən necə evdəsən? Hə, demə, dövlətimizin yaha gəlir.
evdədir. Sıralma nöyət döküblər. Uşaqların hamısı evdədir. Tofiq də evdəydi. Yoldaşları çağırdı, getdi. Biraz bundan qabaq gəlsəydiniz, onu da görərdiniz. Dağda qarılar, sümbülü sarılar, qoca qarılar, bu qalama qurban. Çox atıb tutmayım da xala, başım gicərlənər. Maşallah, sizdən kimidir? Dur, qapını aç görək, kimdir belə? Bilirsən Dilarə, salam dilində xala. Salam qızım, bir nəfəsini dər görək, nə olub belə? Qaça gəlmişəm. Salam Dilarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa tap gətir. Heç onsuz da müsamerə olar. Salam Süleyman qardaş. Xeyr, bağışlayacaqsınız. İndi Dilarə matah olur. Lazım olsaydı əvvəldən proqrama salardı. İndi görəsən kim gəlmək, onu əvəz etməyə adam tapmırıq. Yox, valla, bilməyim ki, səni proqrama salmayıblar. Biləndə bilirsən necə acıqlandı. Az qala aləmi bir-birinə qatdı. Ağzada elə qışqırırdı ki. Yaxşı qızım, daha belə niyə edirsən? Görürsən, daha önce direktor adam göndərib də. Get giyin, tez ol özdə. Nə üzün çəkirsən, çağırırlar get də. Mən evdə qalmaq istəyirəm. İnanan daşa dönsün. Yaxşı deyil, get giyin sonra gel. Gel odasına otur da, niyə usta dayanmışsan? Səhər yoxdur, həm də hala gözləyirlər. Deyirsən, direktorası göndərdi, hə? Hə, Azada da yaman acıqlandı. Bu azad kim nə cür belə? Bizim sinif nümayəndəsidir. Həm də öz fəaliyyət dərnəyinin rəhbəridir. Amma Dilarə ilə araları neysə heç yaxşı deyil. Elə niyə? Yəqin sancıb da Dilarə onu. Yox, Dilarə ilə qız deyil. Azad deyir ki, güya Dilarə forsludur. O gün də öz aramızda qalsın. Dilarə ona dedi ki... Yaxşı, molla. Yox, ay qız, mən neçə demirəm ki, gedək. Yaxşı qızlar, siz gedin, sizin yeni evinizi təbrik edirəm. Sağ ol. Siz oturun, mən bu saat gəldim. Saat neçədir? Özün görmürsən? Yox, istəyirəm sən deyəsən. Yaxşı, gedər işdə. Yox, bir də kəndə dediyin yadındadır. Deyirdin 5 dəqiqədən oturmayacaq. İndi saata bax. Yaxşı deyil axı, biraz oturaq sonra gedərik. Yox, sabah gələrik, biri gün gələrik. İndi axı çağırırlar, hörmət edirlər, gözləyirlər axı. Hələ tezdir, gərək elə hər yerə, həmişə biz görməmiş kimi hamıdan əvvəl gedək. Yox, gərək elə biz həmişə hər yerə hamıdan axırda gedək. Teatra gedirik, 3-cü zəngdən sonra çatırıq. Kinoya da gərək işıqlar sonradan sonra çatırıq. Qatara da gərək həmişə yetişək, biləcəkdə minək. Yaxşı, danış, təyyarəyə gecikirik, havada minirik. Gəmiyə gecikirik, özü çatırıq. Bəli, təxminən elə belədir. Həmişə gərək yetişək, həmişə gərək. Yaxşı, sən Allah, yenə başlama. Heç olmasa yeni il axşamı deyim mən. Bu saat anama deyim, gedərik. Bu gün özüm bazardan aldım. Dedim Tofiqin yoldaşları gələcək, sizə qismət imiş. Ana, bilirsən, bizi Süleymanın müdürü çağırır. Vaqif sizə qalsın, yaxşı? Yaxşı, nə deyirəm? Qalsın Vaqif baba. Mən özüm saat onu yatıracaq. Bax, şimdi yatıracaqdan oyanmayacaq. Amma hərləmiz var, ulaşmayacaq. Niyə gidən yatışdırırsan? Bu qalsın, mən yeni ili qalsın. Ondan sonra mən özüm yatışdırırım. Yox, ayağına, git olar. Bu vaxtından keçsə, sabah görəcək. Nə oldu, yatmadı? Bir anda qoy bir yatsın. Mən gedim Rüstəmi çağırım. Gəlsin oturun, biraz söhbət edin, şahmat oynayın. Ondan sonra gedərsiniz. Bircə basa-basda şahmat yarışı qalmışdı. Axı Gülarəyə dedim ki, uşağı aparıb anamgilə qoyaq. Dedi, yox ki, yox, anamdan başqa heç kimə ürəyim qızmır. Gedək Gülarə, gezdir. Ana, bax, gedək, getir. Yaxşı, da deyirəm. Gedirsiniz. Sağ ol, ana. Sağ olun. Xudahafiz. Xudahafiz. Rüstəm, ay Rüstəm. Nədir? Dur bala, gecdir, bu qədər yatmaq olmaz. Nə deyirsən axı? Deyirəm dur, gəl mənə kömək elə, işim var. Nədir, nə oldu ki? Götür zəng elə. Hara? Özün bilirsən ana. Yox, sən gələməyəcək. Axı niyə belə edirsən, bax? Uşaqların hamısı sən qarşı, heç vaxt mənim sözümdən çıxmamısınız. Ona görə də dediyimi elə, götür zəng elə. Aynen, sən birini bilirsən, birini bilmirsən. Bilmirəm, bilmək də istəmirəm. Aynen, mən zəng eləmək istəmirəm.
Zəng elə deyirəm sənə. Bax, mən əgər mənim sözümdən çıxsan, onda mən səni bağışlamayacağam. Aynə, mən bu gün onunla görüşmək istəmirəm. Görüşmək istəmirsənsə görüşmə, amma zəng eləməyini zəng elə. Yaxşı, bax ancaq sən. Hə, Vaqif baba, deyəsən Rüstəm dayını öz nişanlısı ilə başlayacaq. Ana, bilirsən? Sən də, Vaqif də, yaman qəzənfər oxşuyursunuz. Nədir ki, nə olub? Heç elə belə. Aynə, sən bu gün evdə təksən? Hə, nə olub ki? Doğrudan. Mən heç bilmirdim sən bu gün evdə təksən. Qoy indi bu saat sən gedeyim. Yox, yox, sən gəlməyə ehtiyac yoxdur. Mən yeni yer axşam çox oturan deyiləm. Ona görə də sən işinin dalıyacaq. Düz deyirsən. Sən yeni il axşamı çox oturan deyilsən. Vaxt var idi otururduq, amma indi daha nə bilmək, yaxşı. Sən get, daha gecdir. Yaxşı, sağ ol. Sağ ol. Thank you.